Salam, kanalımızın dəyərli dinləyiciləri, hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz Jean Piagetin zehni inkişafın mərhələləridir. Baxın, bu nəzəriyyələr əslində çox sadə bir bölmədir. Sadəcə bir-iki məqam var ki, diqqətli olsaq, həmin məqamları yadımızda saxlasaq, əslində çox belə deyək də maraqlı və sadə bir bölmə olduğunu özünüz də görəcəksiniz. Biz gəlin İzahlara baxaq, izaha baxaq daha doğrusu. Zehni inkişafın mərhələlərində 4 mərhələ var. Hissi hərəki mərhələ, ilkin əməli, konkret əməli və formal əməli. Hər birinin özünün çox qısa anlayışları var ki, biz həmin anlayışları yadımızda saxlayaraq testdə çox asanlıqla biz bunu fərqləndirə bilərik. Baxın, birinci mərhələ hissi hərəki mərhələdir. Bu mərhələ 0-2 yaşı əhatə edir. Yəni 2 yaşına qədər olan uşaqları əhatə edir. Bu mərhələdə deyirik ki, uşaqlar, baxın, testdə bir cümləmiz hisslər və reflekslərlə öyrənilməsidir. Bizim testdə qarşımıza çıxsa ki, bu mərhələdə uşaqlar hisslər və reflekslərlə öyrənir. Bilin ki, bu hissi hərəki mərhələdir. Hissi hərəki mərhələdə bundan başqa deyirik ki, uşaqlar əşyaları manipulyasiya edir. Bu nə deməkdir? Baxın, biz deyirik ki, 0-9 aylığına qədər uşaqlarda, əgər onun əlində hər hansısa bir əşya varsa, o yerə düşərsə, uşaq geri onun arxasınca baxmayacaq, əlindən düşən əşyanı axtarmayacaq. Lakin artıq 9 aydan sonra, 9 aydan 2 aylığına kimi əlindən hər hansısa bir əşya onda davamlılıq yaranacaq. Əlindən hər hansısa bir əşya düşdükdə onun arxasınca boylanacaq, onu geri istəyəcək, onun arxasınca ağlayacaq, istəyəcək ki, həmin əşyanı götürüb ona verəsiniz. Baxın, bu hissi hərəki mərhələyə aiddir. Hissi mərhələdə bir daha vurğulayım ki, deyirik ki, uşaqlar daha doğrusu refleksiv düşünürlər və onlarda hər hansısa reflekslərlə daha doğrusu öyrənirlər və onlarda hər hansısa bir hadisə baş verirsə, onlar düşünmədən bunu edirlər. Məsələn, onlar düşünmədən hər hansı bir hərəkət edirlərsə və yaxud da adi nə bilməyim bir sadə bir nümunə çəkim. Deyirik, uşaqlarla valideyn, böyükləri valideynləri incidir. Amma ki, onlar nə edirlərsə düşünmədən edirlər də bunu. Yəni onu məntiqi şəkildə düşünsünlər, bunu eləsəm nəticəsi nə olar? Təbii ki də bu 0-2 yaşda formalaşacaq bir düşüncə tərzi deyil. Ona görə də deyirik ki, hissi hərəki mərhələdə uşaqlar etdikləri düşünmədən olur. Və daha sonra deyirik ki, onlar ancaq hisslərlə hərəkət edirlər. Dedik ki, 9 aylığına kimi əşya əllərindən düşdükdə həmin anda elə onu unudurlar və çox bir tez zamanda həmin əşyanı məsələn yadlarına düşsün, yenidən onu axtarsınlar, olmur. Amma 9-10 aylığından başlayaraq isə əlindən düşən hər hansı bir oyuncaqmı nəsə geri boylanıb onu istəyirlər və daha sonra deyirik ki, bir də hissi hərəki mərhələdə uşaqlarda ayrılıq təşvişi yaranır. Bu ayrılıq təşvişi nədir? Hər birimizin göz önündə olan bir hadisədir bu. Deyirik ki, baxın, bu ayrılıq təşvişi, məsələn, uşağın atası işə gedəndə arxasınca ağlayır. Məsələn, biz deyirik ki, görəsən də düşünürük ki, uşaq niyə ağlayır və yaxud da nə bilim, nəsə də atasından ayrılmaq istəmir. Əslində sadəcə bu onda belə bir düşüncə formalaşdırır ki, 2 yaşa qədər olan uşaqlarda atası onun işə getdisə, yəni qapıdan çıxıb getsə, bir daha onu görməyəcək. Baxın, ayrılıq təşvişi başlayır yaranmağa. Və yaxud da evə qonaq gəlir, uşağı götürüb verir qonağın qucağına. Qonağı verəndə başlayır anasına baxır və yaxud da kimin nənəsinə, babasına və yaxud da atasına baxır. Qonağın qucağından ağlayır ki, məni götürün də. Nəyə görə? O elə bilir ki, onu qonağın qucağına biz verdiksə, artıq onu geri götürməyəcək. O anasından, atasından artıq ayrılır. Yəni qorxu içində başlayırlar. Onlar belə də qorxuya düşürlər. Daha sonra deyirik ki, ikinci mərhələ ilkin əməli mərhələdir. Bu 2-7 yaşı əhatə edir. Baxın, burada ən birinci formalaşan sual vermək bacarığıdır ki, uşaqlarda sual verməyə formalaşır. Yəni hər gördüklərini soruşurlar. Bu nədir? Bu niyə belədir? Tutaq bu ağacın niyə yarpağı belədir, amma o bir ağacın ki belədir. Yəni əlaqəli, əlaqəsiz gördükləri hər bir şeyi soruşmağa çalışırlar. Və onlar hər şeyi qavramağa çalışırlar. İstəyirlər ki, hər şeyi bilsinlər də ki, niyə budur, niyə belədir. Və onların təcrübəsi olmadığına görə məntiq xətalarına yol verirlər. İndi həmin o məntiq xətalarını da sizə aid edəcəm. Deyirik ki, ilkin əməli mərhələdə dil inkişaf edir.
Dilin inkişaf etməsi nədir? Yəni bəzən ola bilər bəzi uşaqlar ki 1 yaşından başlayır danışmağa. Məsələn, amma əsasən dilin inkişafını biz 2-7 yaş aralığında deyirik ki, 2-7 yaşda formalaşır şagird uşaqların dili. Hər dərs şagird deyirəm deyə dilim ancaq şagirdə yönəlir. Sonra deyirik ki, bunlarda egosentrik düşüncə, yəni egosentrizm formalaşır. Baxın, egosentrizm nə deməkdir? Hər şeyin mərkəzində özlərini görürlər. Yəni istəyirlər ki, hər şey mən deyən olsun, hər şey mən dediyim kimi olsun. Mən nə deyirəmsə odur. Mən deyirəmsə məsələn qardaşım gəlib mənimlə oynamalıdır. Mənimlə oynamayanda başlayıram ağlamağa. Yəni ki, mənimləşdə, yəni istəyirəm ki, hər şey mən deyən olsun, mən dediyim kimi getsin. Və belə deyək də, yenə də vurğulayıram ki, məsələn, mən nə isə etmək istəyirəm, ancaq onu mənim eləmirlər. Başlayıram ağlayıram, qışqırıram ki, onu eləsinlər. Və uşaqlar da bilirlər ki, çox uşaqda çox bilmiş olur. Yəni bilirlər ki, əslində ağlasa, onun istədiyini onu verəcəklər və tez zamanda başlayırlar ağlamağa. Belə bir hallarda yaşanır. Daha sonra deyirik ki, bunlarda rollu oyunlar formalaşır. Rollu oyun nə deməkdir? Baxın, onlar tez-tez məsələn öz anaları kimi geyinməyə çalışırlar. Bir də anaların hündür ayaqqabılarını geyinirlər, gəzirlər və yaxud da hər hansı bir ana olurlar, həkim olurlar və yaxud da bağçaya gedirlərsə gəlib müəllimlərinin rolunu təkrarlayırlar və yaxud da nə bilim olanlar atasını, babasını və hətta bəzən görmüsünüz onları təqlid edirlər, onlar kimi danışmağa çalışırlar. Bunlar da hər biri hissi hərəkət ilkin əməli mərhələdə formalaşır və deyirik ki, bu mərhələdə bir də barmaqla hesab var ki, barmaqla hesablama ən genişi ilkin əməli mərhələdədir, bunu da deyim. Barmaqla hesab uşaqlarda formalaşır və son olaraq da deyirik ki, bunlar öz təcrübələrinə əsasən hər şeyi şərh edirlər. Yəni məntiq xətasına yol verirlər. Tutaq ki, məsələn, deyirsə ki, iti görmür və quş uçur. Quş uçur, bu zaman aşağıdan it yürür, amma iti görmür, sadəcə uçan quşu görür. O, məsələn, elə bilir ki, quş uçursa buna səbəb itin hürməyidir. Və yaxud da adi belə deyək, babasını nəzərdə tutaq ki, uşaq görür ki, öz babası, dünyaya göz açandan görüb ki, babası ağ saçlıdır, ağ saqqallıdır. O elə bilir ki, bütün babalar, yəni məntiq xətası ümumiləşdirmə eləyir. Bütün babaların saçı ağdır, bütün babaların saqqalı ağdır. Məsələn, o artıq bir qara saçlı baba görəndə onun baba olduğunu demir də, deyir ki, yox bu baba deyil, bu baba ola bilməz. Axı babaların saçı ağ olur, babaların saqqalı ağ olmalıdır. Yəni belə məntiq xətalarına yol verirlər və onlar üçün tutaq adi sərçə də uçur, göyərçin də uçur, qaranquş da uçur, durna da uçur. Yəni hər bir quş da uçur. Onun üçün ümumilikdə onlar bunlar hamısı bir quşdur və yaxud da yəni pişiklər var müxtəlif. Onlar hamısı bunun üçün pişikdir. Amma məsələn o da bilmir də ki, bu sərçə quşudur, bu bildirçindir, bu nə bilim toyuqdur. Bu hamısını yəni ümumi bir anlayış kimi başa düşür və yaxud da adi pişiklər elə bir anlayış kimi başa düşür. Bunların hamısı pişikdir. Da bunların hər hansısa bir fərqi var. Bu nə pişikdir, bu pişiyin cinsi nədir, bu itin cinsi nədir? Onun üçün bir fərqi yoxdur. Yəni hamısı onun üçün pişikdir, itdir, quşdur, yəni belə. Və deyirik ki, bunlar yəni bir mənalı olaraq ilkin əməli mərhələdə formalaşır. Sonra gəlirik konkret əməli mərhələ. Baxın, artıq burada konkret əməli mərhələ 7-11 yaşı əhatə edir və deyirik ki, induktiv düşünmə var. İnduktiv düşünmə aiddir konkret əməliyə. Yəni burada nümunələri gətirirlər və qayda çıxarırlar özlərinə. Necə bayaq dedim ki, məsələn, sərçə də quşdur, nə bilim, göyərçin də quşdur, bildirçin də quşdur və belə bir nümunələri gətirirlər özlərinə. Ümumi bir qayda çıxardırlar ki, deməli quşların müxtəlif cinsləri var. Yəni quşlar müxtəlif cinslidirlər də, yəni müxtəlifdir. Və yaxud da bu pişik var, belə pişik var, bu tipli pişik var. Deməli pişiklərin müxtəlif cinsi var. Və yaxud da itlərin eyni zamanda və ya da digər başqa bir şey də ola bilər. Mən sadəcə sizə aydın olsun deyə daha biraz loru izahla deyirəm ki, sizə daha yaxşı yadınızda qalsın. Yəni konkret əməli mərhələdə artıq o məntiq xətalarına yol verilmir. Artıq yəni bilir ki, qara saçlı da baba ola bilər, ağ saçlı da baba ola bilər. Və ya da bu heyvanların növləri arasında fərq qoyur və deyirik ki, onlarda konkret bir hadisə ilə bağlı məntiqi düşünmə, artıq məntiqi düşünmə bunlarda konkret əməldə formalaşır.
Və sonuncu mərhələmiz isə formal əməli mərhələdir ki, burada artıq hipotetik və abstrakt düşünmə özünü göstərir. Uşaqlarda hipotetik və abstrakt düşünmə formalaşır, deduktiv məntiq formalaşır, sistemli planlaşdırma var. Necə? Artıq bu 11-12 yaşdan ta yetkinlik yaşına qədər olan uşaqları əhatə edir. Burada yəni nə məntiq xətası olmur, hər hansısa bir induktiv düşünmə olmur. Artıq daha səthi mərhələ, deduktiv mərhələni düşünürlər, öz işlərini sistemli şəkildə qururlar. Artıq yəni bunlar bir də vurulan, yəni səhv etmədən, düzdür, o səhvlər adi bir səhvlər heç, amma burada yəni biraz çətin, məsələn, mübahisəli suallar ətrafında düşünməyə başlayırlar. Hətta belə bir burada sual var. Deyir ki, aclıqdan ölən insanın yemək oğurlaması doğrudurmu kimi sual ətrafında başlar düşünməyə. Məsələn, bəzi deyəcək doğru deyil, nə olsa da oğurluq etmək olmalı. Bəzi deyəcək, bəs oğurluq etməsə acından öləcək. Bu kimi mübahisəli suallar, yəni sistemli düşünmə onlarda formalaşır da. Və əsasən deyirik ki, onlar praktik təcrübələrə yer verməlidirlər. Yəni bu kimi. Və onlara uyğun da təlim müəyyənləşdirəndə təlim onların səviyyəsinə uyğun olmalıdır. Baxın, bu ümumilikdə bizə Piaget'in dediyi nədir? Piaget bizə deyir ki, deduktiv düşünməni də bilirsiniz, ona görə bir də əlavə nümunə çəkmədim. Baxın, deyirik ki, Piaget bizə deyir ki, uşağa nə qədər desən də, nəyəsə ona məsələn 100 dəfə denən ki, bu çaydan istidir, bunu əlvi vurma. O uşaq mütləq şəkildə həmişə əlini o çaydana vurmaq istəyəcək. Amma biz desək ki, daha doğrusu o özü bir dəfə əli o isti çaydana dəysə, görsə həqiqətən də istidir, onun əli yandı, o artıq ondan sonra o çaydana əlini vurmayacaq, həqiqətən də isti olduğunu dərk edəcək. Amma biz 100 gündə desək ki, o istidən əlini vurma, o vurmaq istəyəcək ona. Yəni uşaqlara olmaz deyəndə adətən onu yəni eləmək istəyirlər ki, görəsən niyə olmaz? Ona görə də deyilir ki, uşaqların özlərinin təcrübə ilə öyrənməsinə şərait yaratmaq lazımdır ki, özləri təcrübədən keçirsinlər, həqiqətən də necə olduğunu görsünlər. Bugünlük bu qədər. Növbəti izahımız isə Vygotskyinin sosial inkişaf nəzəriyyəsi olacaq. Həmin dərsdə görüşərik inşallah.